Cümleler görsün. Cümleler görsün. Müqəddəs adresini ehtiramla almaq, onların şərəfli ömür yolunu gələcək nəsillərə çatdırmaq üçün bir araya gəlmişik. Ümid sənədli televiziya filmi təcrid Leynat İbrahim Vəlizadənin həyat yolundan bəhs etmir. Bu filmin için düşmüş bütün qəhrəmanlarımızın əziz xatirəsinə uzadılmış mənəvi abidə, ailələrin illərlə yaşadığı ümidin, sonsuz səbrin, qırılmaz iradənin və vətən sevgisinin ekran əsəridir. İbrahim ve ruhlarının ikincisiydi. Birinci sınıfa girdiğinden ta 9. sınıfı bitirene kadar müəllimlər hamısı İbrahim'in fəxrini danışırdılar. Şərif və fəsilləri şəkili də var idi. Fəsil də çox, mən istəyirəm təhsilini başqa yerdə davam elətdirəm. Bir gün dedi ki, mən harbisi sınıflarını dedim. Mən də qorxum sınıfları verdik. Mən dedim ki, kişi üstünü bağlı. Hərbi peşəsi həqiqətən qürur demək, qeyrət demək, qorxmaz demək, hərbi adından mən elə istəyirəm. Hər adından asılı dünyalar məktəbindən keçəndə və o an gəlirdim başına. Mən zəkalı ki, siz razı deyirlər, mətasız deyirlər, dedi, sizi təbrik edir ki, sınırlı ən yüksək orada oluyor. İnan ki, o anda özünü ən xoşbaxt hiss edirdim. Elə mənəvi zəngin hiss edirdim. Valideynləri çağırdılar, 3 valideyn çağırdılar. Orada fərqləndirdilər, bunlara paketdə pul verdilər, saat verdilər, hədiyyə verdilər, saat bağladılar bunlara ki, yəni ki, bunlar fərqli uşaqlar. Həmin vaxtda bizə dedilər ki, bunlara sənət satışlardan bunları görələr Türkiyədə təhsil alsınlar, uşaqlar. davranışıyla nizamiye seçilirdi. Bugüne için o təbəssüm də mənim yanımdadır. Yüzümdəki o təbəssüm heç getməmişdi də. Hələ bura qədər qayıtdı ki, ana inşallah görüşərik.
İbrahim öz qruplarının yəni götürüb yollandı. Biz də öz qruplarımızla yəni döyüşə yəni yollandı. Biz Kəravlı istiqam haqqında yol edən bir yer. Biz dedik, mən yanında qərarda qalır, ömür boyda qalacaq. Hər bir tərəfdən axtarışlar gedirdi. Biz də oradayıq. Hər il axtarışlar olurdu, hər axtarışlarımız davam edirdi. Səməd həqiqətən də bizdən qabaqda gelirdi. Yəni, Səməd tapmışdı, amma bildirmədilər həmən tərəfədə. Dedi Səməd, Qəmbar deyil. O Qəmbar deyildi, mən də özüm də heç də istəmirdim ki, İbrahim ola bilərdi. Yəni, burada biz sizsiz, bir də bizi yalı. Ha, bu şükür olsun Allah ki, şu kitabında. Gözümü də gördük. Daha oradan Bəhruz oğlunun əmri gətirdilər. Nasıl biz getdik axtarışa. Hələ o vaxt biz də elə bildik ki, uşaqlarımız əsir düşür. Yan getmişler, burada evlenir. Yani o anda bunun əşyaları toplamda mən dedim, yəni ki, saldı, götürərlər, neytralda qarar. 6-cı ilə keçib, hələ bir gözünün dağlara sağlıqda, qardaşı babasına sağlıqda. Yəni bir tərəfdən onun mənə reaksiyası, bir tərəfdən xoşlaşsa reaksiyası, bir tərəfdən də bir hiss yaradır məndə. O mənim həm atam, həm anam üstündə belədir ki, İbrahim deyə səsləndirin vaxtı baxımlarına reaksiya verir. İstər senin istəyən kənərin necə bir anda yaşandığını onlardan görə bilərsiniz. Gözlüyürlər, ölənə qədər ki, gözlüyür. Nerede doldurdun ürəyimizə getdin. Valla, nerede ürəyimizə doldurdular getdilər. Topraklarımızı işğaldan qurtardı canımız. Valla. Gözək də axırat özəcək, başqa söyləmir. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Xüsusən qeyd etmək istəyirəm ki, Ümid Səmədli televiziya filmi bizim həyatımızın ərsəyə gətirdiyi ən çətin filmlərdən biri, bəlkə də elə birincisidir. Hamıya salam deyirəm və təşəkkür edirəm. Həqiqətən bu filmin çəkilməyi çox çətin. Mən bu filmin çəkilməyi ilə bağlı orada olan bir insan olmuşam onlarla bərabər. Həqiqətən çox əziyyət çəkə-çəkə filmlər çəkilirdi. Məsumə xanım şəxsən orada mən baxırdım ki, kənardan ağlayır. Yəni o da bir anadır. Həqiqətən ağır dərddir. Allah bunu kimsəyə yaşatmasın. Zəfər tarixinə öz qanları ilə şərəfli bir ömür yazdı. 2020-ci ildən 26-cı ilə qədər Naxçıvan televiziyası demək olar ki, şəhidlərimizlə bir yerdə şəhid ailələrimizi yanıldı. Şiralidən Naxçıvana Sürüyə qovuşmuş qəhrəmanlarımızdan biri Leytenant İbrahim Vəlizadənin həyat və görüş yoluna nəzər salınır. Ümid Səmədli televiziya filmində. Şəhidlərimizi unutmayacaq. Azərbaycan bayrağı dağlandısa, onların adı qürurla çəkiləcək. Qəhrəmanlığı isə xalqımızın yaddaşında
əbədi yaşayacaq. Ruhları şad, xatirələri əziz olsun. Beləliklə şəhid Alizadə İbrahimə həsr olunmuş sənədli filmin təqdimat mərasimi sona çatdı. Allahdan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Məkanları, cənnət məqamları uzun olsun inşallah.